C sualı ilə davam eləyək. Sualın şərti bizə above funksiyasının define ilə başlayır. Above funksiyasının GCD funksiyası, yəni GCD funksiyası necə işlədiyini bizə göstərir. Evclid teoremində bunun düzü daha ətraflı bir izahı var. İstəyən olsa CP algoritminə səhv eləmirəmsə orada olmalıdır. Oradan araşdıra bilər daha ətraflı bir şəkildə. Amma qısaca olaraq biz CP algoritmi bilməyənlər üçün CP algorithms saytı var. Tamam. Buradan bütün demək olar ki, riyazi competitive programmingin bütün riyazi hissələrinin demək olar ki, izahı var. Buna qısaca bir not olaraq göstərək. Evclid algoritmi bizə nəyi göstərir? Mən də bir qısaca izah verim. Deyək ki, 55 ilə 25 ədədinin əbobunu axtarırıqsa, əsas məqsəd bu olur ki, ikisi də bir-birinə ikisindən biri sıfıra bərabər olana qədər mən böyüyü kiçiyə bölüb qalığını tapıram. Yəni 25 ilə 55-ə baxıramsa, biri sıfır olana qədər davam edəcəm. Baxıram ki, 55 böldü 25, 55 böldü. 55-i 25-ə bölməsindən qalıq, eləyir 5 və 25 olduğu kimi qalır. Hansı böyüdü? 25 daha böyüdü. 25-in 5-ə bölməsindən qalıq 0-dır. Və 0 olduğu üçün artıq mən başa düşürəm ki, bu ikisinin əbobu 5-dir. Və Evclidə görə bu hər zaman düz işləyir və həqiqətən də biz above funksiyasını yazanda, yəni əllə yazılan funksiyalarda biz bu şəkildə yazmağa davam edirik. İndi bizdən nə istəyir? Bizə deyir ki, bizə elə bir n ədədi seçmək lazımdır. Bizə bir n ədədi verilir. Bu n ədədi üçün elə x və y ədədləri seçmək lazımdır ki, B deyək də, buna bir mərhələ kimi yanaşsaq, tamam, bu cavabın tapılmasına. Bu seçilmiş x və y üçün tapdığımız cavabın mərhələlərinin sayı ən çox olsun. Ədədlərin bir neçə cavabı varsa, yəni sualın cavabı bir neçədirsə, hansını verməyimizin fərqi yoxdur. Amma önəmli olan bacardıq qədər bu hissənin uzun olmağıdır. Yaxşı. Bəs mən necə bir həll düşünə bilərəm? Bu arada nümunələrdən birinə baxaq. Nümunəni əsasən 3-4 olan var. Niyəsə daha buna baxaq, gəlin, yaxşı, tamam, buna baxaq. 3 və 4 olanda nə baş verir? Əlbəttə biz bəlkə məntiqi bir də təkrarlayacağıq. 3-ün və 4-ün əbobunu tapmaq üçün hansı böyüdüsə, onu kiçiyə böləcəyik. Bu şəkildə davam eləsək, 4 bölü 3 bu bizə 1 verir, 3 olduğu kimi qalır. 3 daha böyüdü, 0, 1. Yəni ikisinin əbobu bizə 1 verir. Və gördüyünüz kimi bu 2 mərhələyə getdi. Əslində düzdür, razıyam. Sualın şərtinə əslində baxsaq, burada böyük-kiçik məsələsi tam aydın şəkildə yazılmayıb, amma yəni özünüz də görə bilirsiniz ki, eyni məntiq olaraq, düz burada 3 ilə 4-ün yerini sadəcə dəyişir, böyük-kiçiliyi yoxlanılmadığı üçün daha effektiv bir kod kimi görsənmir, amma yenə də əsas mahiyyət eynidir ki, bizə lazım olandır ki, bunları elə parçalaya düşək ki, bacardıq qədər daha uzun mərtəbəli düşsün. Yaxşı. Bunun üçün nə edək? Ən yaxşı yol aşağıdan yuxarı doğru çıxa bilməkdir o zaman. Mən necə bir şey çıxa bilərəm? Yəni deyək ki, n-in neçə olduğunu hələ ki bilməyək. Mən ən greedy şəkildə nə edə bilərəm? Düşünərəm ki, madəm belə də above hər zaman olsa, bir 2 ədədi, bir 5 ədədi, 7 ədədi alınmağı mənə optimal deyil. Çünki özümün şeyini azaldaram. Belə də sərhədlərimi azaldaram. Ən yaxşı halda cavabın 1 alınmağı mənə daha uzun bir həll yolu bəxş eləyəcək. Və 1 alınmağı üçün də belə deyək ki, mən 0-1 almalıyam da sonda cavabımı ki, yəni 1-i 0-a düşdüyü an cavabım 1 olsun. Yaxşı. Və hansı etapdan mən 0-1-ə gələ bilərəm? Ən yaxşı halda mən 2-1-dən, belə deyək ki, 2-nin 1-ə bölməsindən alınan qalığı 0 kimi qəbul edib, bu etapdan bu etapa gələ bilərəm. Düzdür? Yəni, mən
tərsini yığa-yığa gedirəm ki, sonra birdən geri qayıtmalı olsam, eyni cavabları ala-ala qayıdım. 2-1-ə hansı ən yaxın haldan gələ bilərəm deyə soruşsam, artıq düşünəndə görə bilərik ki, 2-3 halından. Daha sonra 2-3-ə ən yaxşı hardan gələ bilərəm? 5-3-dən. 5-3-ə hardan yaxşı gələ bilərəm? 5-8-dən. Baxın, artıq məncə məntiqi tutmağa başlayırıq. Hər zaman belə bir məntiq yanaşırıq ki, belə deyək də, böyüyün üstünə kiçik gəlirik sadəcə və kiçiyə mənimsədirik. Yəni, kiçik bərabər olur, 2 dönüşür olur, 2 üstə gəl 3-ə, yəni 5-ə. Sonra kiçik 3-dür, 3 bərabər olur, 3 üstə gəl 5-ə, yəni 8-ə. Və bu şəkildə gedir. Və özünüz də baxsınız görərsiniz ki, əslində bunu tərsi şəkildə düşsəz də, bu həqiqətən də ödəyə-ödəyə qayıdacaq. Hə, deməli, məsələn, n8 olsa, atıram, və ya 9 olsa, və ya 10 olsa, fərq yoxdur. Mən çıxışa 5-8 verməyim, elə həqiqətən də ən uzun etaplardan biri olacaq. Yaxşı, bəs mən bunu haçana kimi gedirəm? Mənə verdiyi n ədədindən, aldığım x və y ədədi, hal-hazırda baxdığım x və y ədədi, n ədədindən kiçikdirsə, o zaman davam edirəm. Yox, böyük olduğu anda isə artıq kodu durdurub x və y ədədini olduğu sıra ilə çıxışa verirəm. Son həlləsinə bu qədərdir. Kod olaraq da baxsaq, 1-in 1-dən başlayırıq. Çünki 1-in 0-dan başlamağı effektiv deyil. Sadəcə bir dənə burada bunu yoxlayırıq ki, 1-in 1-ədirsə çıxışa bunu ver. Qalan hallar üçünsə, baxın artıq 1-in 1-dən başlasaq, biz nə baş verəcək? 1-in 1-dən başlayanda soruşa bilərsiniz ki, niyə 1-in 0-dan yox, 1-in 1-dən başlamışam. Çünki 1-in 0-dan başlayıb bizim kodumuz əslində 1-in 1-ə tapır. Düzdür? Daha sonra 2-nin 1-ə tapır deyək. Amma əslində buradan dala qayıtmağı yoxlayanda, düzdür? Bu bir dəfəlik buna keçib buna keçmək əvəzinə 2-nin 1-ə bölünməsindən qalıq 0 olduğu üçün bir dəfəlik yuxarı keçir. Yəni mən bunu yazıram, amma bunu görmürəm sonradan. Tamam? Çünki 1-ə bölünmədən alınan qalıq həmişə 0-dır. Amma növbəti etaplar üçün bu belə olmayacaq. Ona görə 0-ın 1-dən başlamıram, 1-in 1-dən başlayıram ki, bu hazır bir etap kimi görsənsin. Amma istəsəz 0-ın 1-dən də başlada bilərsin. Yəni bir problem olmayacaq. 1-in 1-dən başlatdım, 2-nin 1-ə olaraq davam edirəm. 2-nin 1-ə qalan məntiq onsuz da eynidir. Koddan davam edək. While true, yəni hər zaman düz olana kimi gedirəm. Çünki sonradan break'i burada atmağı planlayıram. Kiçik ədədin üstünə dediyim kimi hər dəfə böyük gəlirəm. Və artıq bunu eləyəndə belə də kiçik ədədim daha böyük bir ədədə çevrilir. Ona görə də mən A ilə B-nin yerinə swap atıram ki, artıq onlarda bir yenə A ədədi kiçik, B ədədi böyük olaraq qalsın. Daha sonra yoxlayıram ki, əgər mən, baxın, növbəti turda nə edəcəm? Yenə bunun üstünə bunu, A-nın üstünə B-ni gələcəm də, düzdür? Yoxlayıram ki, növbəti turda bunu eləyəndə bu məndə n-dən böyük olacaqsa, artıq break elə, yəni növbəti tura gedib baxma. Və ən sonunda da gedib A ilə B-ni olduğu şəkildə çıxışa verirəm. B A-nı çıxışa verməməyin ola bilər biraz şübhə altında olsun. Çünki birinci kiçiyi vermək daha sərfəlidir. Çünki kod kiçik ilə böyüyü verəndə, bayaq mən son şərtini qeyd elədiyim kimi, əvvəlcə bir dənə əlavə dövr olaraq olan yerini dəyişəcək, sonradan tapmağa başlayacaq. Ona görə də kodlarımızda bir dənə sadəcə həm də buna da fikir verməliyik ki, çıxışa verdiyimiz ədəd həmişə birinci nə olsun? Birinci kiçik, daha sonradan böyük olsun. Buna diqqət eləsək, bu ilə də sualı bütöv şəkildə həll eləmiş olaraq. Diqqətiniz üçün təşəkkürlər.